Yayın sonu payızın əvvəllərində yetişən qırmızı meyvələri salxım halında toplanır. Becərilən yemişan sortlarının meyvələrinin dadı şirin və xoş olur. Almaların dadını xatırladır. Xarici görünüşcə də cənnət almalarına oxşayır, lakin saplaqları daha qısadır. Almadan fərqli olaraq yemişan meyvələrinin içində bir neçə çox bərk çəyirdək olur. Yemişan meyvələri həm təzə, həm də emal olunmuş şəkildə istehlak edilir. Onlardan mürəbbə, cem hazırlanır, çay dəmləmək üçün qurudulur. Azərbaycanda yemişan şirəsi də çox məşhurdur. Bu şirə ölkənin Qusa rayonunda qırmızı və qara yemişan sortlarından sənaye miqyasında istehsal olunur. Yemişanın bir çox faydalı xüsusiyyətləri var. Onun çiçəkləri və meyvələri tibbdə ürək fəaliyyətini gücləndirən vasitə kimi, həmçinin hipertoniyada, yuxusuzluqda, təngnəfəslikdə xolesterinin azaldılması üçün istifadə olunur. Bu faydalı və dadlı bir meyvədir və fürsət düşəndə mütləq dadına baxmağa dəyər.